Məndə diz oynağı artrozu var. Mənə həkimlər deyir ki, çox gəzmək, artıq hərəkət eləmək sənə olmaz. Diz oynağı artrozu olan insanlara hərəkət olmaz deyən insanlar sizi əməliyyata hazırlayan insanlardır. Çünki oynaq nahiyəsi, bu çanaq oynağı, diz oynağı, dirsək oynağı, çiyin oynağı, bu cür o iri oynaqların sağalma prosesi oynağın hərəkətliyindən asılıdır. Oynaq nə qədər çox hərəkətlidirsə, o qədər oynaq mayeəsi daha çox ifraz olunur. Və bu da oynağın zədələnməsinin qarşısının alınması deməkdir. Kim ki oturaq həyat tərzi keçirir, kim ki az hərəkət edirsə, o insanların oynaqlarında həmişə problem olacaq. Və bunu yəqin ki özünüzdə də müşahidə edə bilərsiniz. Ya da yaxın ətrafınızda. Diz oynağı artrozu olan insanların, qısa deyim ki, biz bu insanları müalicə edən zaman mütləq şəkildə müalicənin 3-cü, 5-ci gündən sonra pasiyentə velotrenajör və yaxud da ev şəraitində aktiv hərəkət veririk. Və müalicəmizin də nəticələri göz qabağındadır. Aldığımız artrozun nəticələri hələ bugünə qədər tamamilə sağalmaya qədər gətirib çıxartmışıq. Və bu cür hallarda mütləq şəkildə hərəkət eləməyiniz məsləhətdir. Düzdür, nadir hallarda olsa da, axırıncı stadiyada olan kəskin artrozlarda və yaxud da çox yaşlı insanlarda biz sadəcə bir müddət hərəkət məhdudiyyəti veririk ki, müəyyən qədər az hərəkət eləsin. Amma yenə də hərəkət eləmək diz oynağı artrozu üçün çox faydalıdır.